Bugün dünyaya baxışda hökumət qüvvələri Qəzzafinin istehkamını almaq üzrədir. BMT Suriya ilə bağlı qətnamə qəbul etməyə hazırlaşır. Fizika üzrə Nobel mükafatlarının qalibləri bəlli oldu. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. Liviyanın müvəqqəti hökumət qüvvələri Qəzzafi tərəfdarlarının istehkamı sirtə son hücum planlaşdırdıqlarını deyirlər. Rəsmilər strateji sahil şəhəri tutulduqdan sonra yeni kabinet təşkil edəcəklərini bildiriblər. Milli Keşik Şurasının döyüşçüləri dünən Sirt və onun ətrafında əlavə ərazilər, o cümlədən Qəsr Abu Hadi qəsəbəsini zəbt ediblər. Qəzzafinin 1942-ci ildə burada köçəri çadırında doğulduğu deyilir. Qırmızı Xaçın konvoyu şiddətli döyüşlər ara verdikdən sonra Sirtə oksigen və başqa tibbi ləvazimatlar gətirib. Sirtdən qaçan həkimlər şəhərdə xəstələrin dərman çatışmazlığı üzündən öldüklərini xəbər verirlər. Dünənki döyüşlərdə 4 anti-Qəzzafi döyüşçüsü həlak olmuş, 39 nəfər yaralanmışdır. Bugün BMT-nin Təhlükəsizlik Şurasında Suriya hökumətinin nümayişçilərə divan tutmasını qınayan qətnamə səsə qoyulmalıdır. Təklifdə Prezident Bəşar Əl-Əsədə qarşı ölçülər götürülməsi nəzərdə tutulur. Suriyaya qarşı sanksiyaların əleyhinə olan Rusiyanın səsvermədə iştirak edib etməyəcəyi aydın deyil. Suriya demokratiya tərəfdarlarına qarşı zorakılıqlara görə beynəlxalq təzyiqlərlə üzləşir. Avropa İttifaqı Suriyaya qarşı sanksiyalar tətbiq edib. BMT-nin təxminlərinə görə Suriya hökumətinin nümayişçilərə qarşı hücumları nəticəsində 2700 adam həlak olub. Nümayişçilər bugün Afinanın küçələrinə çıxaraq Yunanistan hökumətinin iqtisadiyyata dair sərt planına etirazlarını bildiriblər. Nümayişçilər Yunanistanın maliyyə və əmək nazirlikləri daxil edilməklə bir neçə hökumət binasının girişlərini bağlamışlar. İqtisadi böhranın qarşısının alınması üçün götürülən ölçülərin bir hissəsi olaraq nümayişçilər nə işlərini itirmək, nə də maaşlarının azalmasını istəmədiklərini bildiriblər. Bu arada Avrozonaya daxil olan ölkələr və Beynəlxalq Valyuta Fondu Yunanistana əlavə maliyyə ayırması barədə müzakirələr aparır və Yunanistan hökumətinin maliyyə xərclərini azaltmasını istəyir. ABŞ Senatı Çin hökumətini öz valyutasının dəyərini qəsdən aşağı saxladığı üçün cəzalandırdığı təqdirdə rəsmi Pekin ABŞ-Çin ticarətinə ciddi ziyan dəyəcəyi barədə xəbərdarlıq edib. Senat üzvləri dünən axşam qanun layihəsi üzərində debata başlamağa səs veriblər. Bu isə qanun layihəsini yekun səs verməyə yaxınlaşdırır. Təklif olunan ölçü qanuna çevrilərsə, ABŞ süni şəkildə valyutasının dəyərini aşağı saxlayan ölkələrə qarşı yüksək tariflər tətbiq edəcək. Çin rəsmiləri ABŞ-ı valyuta məsələsini bəhanə edərək proteksionist siyasət yürütməkdə ittiham edirlər. 2011-ci il fizika üzrə Nobel mükafatı ABŞ-da doğulmuş 3 alimə verilib. Onlar partlayan ulduzların müşahidəsi ilə kainatın genişləndirilməsinin sürətlənməsini kəşf etdikləri üçün bu mükafata layiq görülüblər. Amerikalı Sol Pelmatev 1,5 milyon dollarlıq mükafatı Adam Rees və ABŞ-da fəaliyyət göstərən Avstraliyalı Brian Schmidtlə bölüşəcək. Elm üzrə İsveç Kral Akademiyası bildirib ki, alimlərin kəşfləri kainatın daha geniş olduğunun üzə çıxmasına kömək edib. Günün mühüm xəbər və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web-saytında izləməyi unutmayın. Ünvanımız 3w.amerikanansəsi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Əskər Möhsümoğlu sizinlə xudahafizləşirəm. Sağ olun.